İlk öncə irəliyə doğru hərəkət edirik və qarşıda dayanmış avtomobillə paralel dayanırıq. Paralel dayanırıq dedikdə, yəni bizim avtomobilin arxası o avtomobilin arxası ilə paralel olmalıdır. Və yaxud da o avtomobil üzü bizə doğru dayanıbsa, onun ön hissəsi ilə bizim avtomobilin arxa hissəsi paralel olana qədər irəliləyirik. Böyür məsafəmizi isə təxmini yarım metr saxlamağımız kifayətdir. Yəni, nə çox aralı dayanmırıq o avtomobildən, nə də çox o qarşıdakı avtomobilə yaxın dayanmırıq. Böyür məsafəmiz, yenə də deyirəm, təxmini. Bax, bu avtomobillə bizim böyrümüzdə olan məsafə çox azdır, düzdür? O avtomobillə dayanarkən də belə dayanmamalıyıq. Təxmini yarım metr yan məsafə saxlamalıyıq. İlk öncə buna diqqət edirik. Buyur. Əyləci bıraq. Rahat ol. Çevril, çiyin baxışı ilə bax. Böyrümüzdə varmı təxminən yarım metr yan məsafəsi? Var. İndi çevril, bax, geriyə doğru. Gör bizim avtomobilin arxası ilə bu avtomobilin arxası paraleldir. Paraleldir. Ancaq bizim son maniyəmiz bu avtomobil deyil, bu avtomobildən sonra olan işıq dirəyidir, düzdür? Yəni, bu avtomobillə hesab götürüb dönəsi olsaq, işıq dirəyinə dəyəcəyik. Ona görə biz artıq işıq dirəyi ilə hesab götürməliyik. Avtomobilimizin arxası işıq dirəyi ilə paralel olmalı. Paralel deyilmi? Bir balaca qoy erə və birazca geriyə doğru hərəkət et. Əyləci bura. Oldu paralel. İndi park etmək istədiyimiz yer hansı tərəfdədir? Sol tərəfdə. Sağ tərəfdə. Deməli, sükanı çevirməliyik sağa. Sükanı sağa çevirəndə avtomobilin arxa hissəsi sağa yana alır. Bəs ön hissəsi sola doğru. Deməli, ola bilər ki, soldan bir avtomobil gəlsin və bizim avtomobilimizin önünü vursun. Ona görə bax, geridən gələn yoxdur ki, arxadan. Əyləci burax və sükanı sona qədər sağa çevir, axıra qədər. Kifayət elədi. İndi avtomobilimizin ortası, yəni bax bu yarısı, həmən bu işıq dirəyi ilə paralel olana qədər geriyə doğru hərəkət et. Oldu. Bu işıq dirəyinin yerində ola bilsin ki, bir divar olsun, maşın olsun. Artıq maniyəmiz hər nədirsə onunla hesab götürürük. Aydındır. Əgər bu işıq dirəyi olmasaydı, bu maşının arxası olasıydı bizim maniyəmiz. Və bizim maşının ortası bu maşının qurtaracağı ilə bir olana qədər bu şəkildə də geriyə doğru hərəkət edəcək. İndi məqamdır. Sükanı düzləşdirməliyik. 1, 2, bir daha yoxla. Gələn var, var. Ancaq uzaqdadır. Əyləci buraxırıq. Cüzi qaza toxunuruq, çünki bir balaca yoxuşdur. Və indi bu işıq dirəyi ki var, maniyəmiz. Düzdür babu? Bu işıq dirəyini böyür pəncərədən yox, alın şüşəsindən görənə qədər geriyə doğru hərəkət et. Gördüm. Biraz da geriyə doğru get, tam gör. Aha. Yəni, o işıq dirəyinin harasını görməlisən. Bax, məntiqi budur. Misal üçün deyirik, avtomobilin farasını görənə qədər, yaxud stop işığını görənə qədər. Elə maşın var, onun stop işığı aşağıdadır, eləsi var, yuxarıdadır. Və yaxud da maşın olmasa, bu işıq dirəyinin farası, stopu yoxdur ki, onu meyar götürəsən. Avtomobilimizin, bax, bu kapot hissəsi var ha. Bax, bu hündürlükdə olan səviyyəsini görürük o maniyənin. Gördükmü? İndi sükanı axıra qədər çeviririk sola. Yenə də yoxlanış aparırıq. Yoxdur ki, gələn gedən. Cüzi qaz pedaldan istifadə edirik. Orta güzgüyə də baxırıq. Sol güzgüyə də baxırıq. Qarşıya da baxırıq. Düz olduqmu? İndi saxlayırıq. Sükanı düzləşdiririk. 1, 2.